Salam əziz dostlar, İngilis dilində mətnləri işləməyin sirləri adlı video silsiləmizin növbəti videosu ilə sizlərlə mən Nicat Vəliyevəm. Əziz dostlar, bu videoda biz İngilis dilindən mətnləri işləyərkən əsas nələrə diqqət etməliyik və yazarlar sualları necə tərtib edir ki, biz də bu sualları tərsinə çevirərək düzgün cavablandıraq, bunları araşdıracağıq, öyrənəcəyik birlikdə. Unutmayın ki, mən özüm də bir yazaram və buna görə də bu barədə sizə əlimdən gəldiyin qədər köməklik etməyə çalışacağam. Gəlin başlayaq əziz dostlar. Deməli, bugünkü videomuzun mövzusu Dövlət İmtahan Mərkəzinin ikinci mətnidir. Əlbəttə ki, ola bilsin ki, siz sadəcə mətnin düzgün cavablarını yoxlamaq üçün buradasınız. Yenə də bunu da edə bilərsiniz və nəyə görə həmin düzgün cavabların düzgün olduğunu görə biləcəksiniz əziz dostlar. Gəlin başlayaq ilk öncə mətnimizin tərcüməsi ilə. Beginning from ancient times, scientists tried to understand the impact of music on people. Qədim vaxtlardan alimlər, qədim vaxtların başlarından alimlər musiqinin insan üzərindəki təsirini anlamağa çalışdılar. The great masters of ancient India, Hindistanın böyük ustaları China, Greece and Rome, Çinin, Yunanistanın və Romanın və Hindistanın böyük ustaları. Bax, gördüyünüz kimi tərcümə zamanı mən tələsmirəm cümləni bütün başdan sona oxuyaraq tərcümə edim. Hara kimi dəqiq anlayıram, oranı tərcümə edirəm. Əgər əlavələr varsa, daha sonra həmin əlavələri cümlələrimə əlavə edərək tərcüməmi davam etdirirəm. Used music and sound to improve human health. Musiqidən və səslərdən insan sağlamlığını inkişaf etdirmək üçün istifadə etmişdirlər. Plato, Cicero and Seneca wanted the government to ban certain harmful music, which may affect the behavior of society. Plato, Cicero və Seneca hökumətin bəzi musiqiləri bəzi ziyanlı musiqiləri qadağan etməsini istəyirdi. Hansı ki, onlar cəmiyyətin davranışına pis təsir göstərə bilərdilər. The philosophers like Confucius and Aristotle believed that the music had both positive and negative effects on human health. Confucius, Aristotle kimi filosoflar musiqinin insan sağlamlığı üçün həm müsbət, həm də mənfi təsirlərinin olduğunu demişdirlər. Music has been proven to have a powerful effect on the brain by scientists. Musiqinin insan beynində güclü təsirə malik olması alimlər tərəfindən sübut edilmişdir. Recent research shows that sonuncu araşdırmalar onu göstərir ki, music is able to affect human health. Musiqi insan sağlamlığına təsir edə biləcək gücdədir. It can help to reduce pain. O ağrını azaltmaq üçün kömək edə bilər. To relieve stress, stresi azaltmaq üçün. To make memory stronger və yaddaşı daha da güclü etmək üçün kömək edə bilər. And to heal brain injuries və həmçinin beyin zədələrini sağaltmaq üçün də kömək edə bilər. Gördüyünüz kimi cümlələri parçalayaraq, tələsmədən o cümlələri parça-parça halında tərcümə edib, əziz dostlar, sizə təqdim etməyə çalışıram ki, siz cümləni başdan sonra oxuyub, hamısını tərcümə etmək məcburiyyətində qalmayasınız. The effect of music on people differs. Musiqinin insan üzərindəki təsiri fərqlilik göstərir. And it depends on which kind of music people listen. Və bu, insanların hansı növ musiqi dinləməyindən asılıdır. It can be classical music. Bu, klassik musiqi ola bilər. Pop music, pop musiqisi, yəni estrada musiqisi ola bilər. Rock music or rap music. Rock musiqisi və yaxud da rap musiqisi ola bilər. In general, ümumilikdə, listening to music for about 15 minutes every day, musiqiyə təxminən 15 dəqiqə hər gün qulaq asmaq is a great way to feel less stress. Möhtəşəm, daha az stresli hiss etməyin çox möhtəşəm yoludur. Music has negative effects as well. Musiqinin pis təsirləri də həmçinin mövcuddur. Very loud music can damage the brain.
Çox yüksək musiqi beynə ziyan vura bilər. Listening to loud music can damage the structure of ears and cause to lose the ability of hearing. Həddindən artıq yüksək musiqi qulaqların quruluşuna zədə vura bilər və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Səhv etmirəmsə, Beethoven deyəsən buna görə sırf eşitmə qabiliyyətini itirmişdi. Ola bilsin ki, səhv edirəm, amma yadımda qalan belə bir şey var idi. It can also lead to behavioral problems in children. Bu həmçinin uşaqlarda davranış problemlərinə də səbəb ola bilər. Question, suallarla başlayır uşaqlar. What's the passage mainly about? Mətn əsasən nə haqqındadır? Xatırlayırsınızsa, mətn əsasən nə haqqında suallarını cavablandırarkən öncəki dərslərimdə də sizə nə demişəm? Demişəm ki, burada siz mətnin içərisində verilən xüsusi bir informasiyanı özünüzə əsas götürməyin. Mətnin ümumi, yəni birinci paragrafdan sonuncu paragrafa qədər ümumiləşdirici fikrini özünüzə referans alın, əziz dostlar. Çünki burada ümumiləşdirici fikir ən önəmlidir. Və burada da sizin üçün mən xüsusi bir yol göstərim. İlk 3 cümləni oxuyun və böyük ehtimalla həmin ümumiləşdirici fikir ilk 3 cümlədə verilmişdir. Gəlin baxaq. Beginning from ancient times, scientists tried to understand the impact of music on people. The great masters of ancient India, China, Greece, and Rome used music and sound to improve human health. Plato, Cicero, and Seneca wanted the government to ban certain harmful music which may affect the behavior of society. 3 dənə cümləni oxudum, əziz dostlar. Bu 3 cümlədə mən görürəm ki, başdan sona musiqidən bəhs edir və demək olar ki, birinci paragrafın biz artıq 70-80%-ni oxunmuşuq. Deməli, uşaqlar, hətta digər paragrafları oxumasam belə, mən artıq anlamağa başlayıram ki, ümumilikdə musiqinin insanlar üzərində təsiri, yəni xüsusi musiqi və yaxud da xüsusi faktlardan bəhs etmir. Ümumi musiqi anlayışı və böyük ehtimalla impact of music, musiqinin təsirindən böyük ehtimal bəhs edən bir mətndir. İlk 3 dənə dediyim kimi mətn, ilk 3 dənə cümlə bunu bizə göstərir. Əziz dostlar, bu o demək deyil ki, mütləq şəkildə ilk 3 cümlə qaydası hər mətndə işə yarayacaqdır. Amma əgər mətn düzgün şəkildə yazılıbsa və düzgün şəkildə qurulubsa, 90% ehtimalda bu qayda işə yarayacaq. Gəlin baxaq A variantına. The use of music by various countries. Müxtəlif ölkələrdə musiqinin istifadəsi. Mən yuxarıda görürəm ki, musiqinin təsirindən bəhs edir, ondan sonra insan sağlamlığına inkişaf etdirə biləcəyindən bəhs edir, onu anlamaqdan bəhs edir. Düzdür, ölkələrin adlarını çəksə də, dediyim kimi, mətni əlbəttə ki, tam olaraq ələ almalıyıq, başdan sona qədər. İlk 3 cümlə qaydası bizə təxminən nəyin düz ola biləcəyi ehtimalını göstərsə də, mütləq şəkildə mətn başdan ayağa oxunmalı və tam olaraq anlaşılmalıdır. Mətnin 2-ci və 3-cü paragraflarında görürük ki, belə şey, yəni digər ölkələrdə necə istifadə olunur, yəni istifadəyə aid şeylər çox azdır, əziz dostlar. Yəni burada istifadədən daha çox onun təsirindən bəhs etdiyini görürük. People who are fond of music. Musiqini sevən insanlar, uşaqlar, burada əlbəttə ki, musiqini sevən insanlar haqqında söhbət açılmırdı. Sadəcə bir neçə dənə alimin və yaxud da filosofun adı çəkilmişdi ki, bunlar musiqi haqqında müxtəlif fikirlər səsləndirmişdilər. Yəni ona görə də bu variant bizdə düzgün variant ola bilməz. Gəlin xüsusilə də işarəliyət düzgün olmayan variantlarımızı ki, əlimizdə nələrin qalacağını görə bilək. Deməli, istifadə haqqında dedik ki, danışmayacağıq. Ondan sonra dedik ki, musiqini sevən insanlar haqqında da danışmırıq. Behavioral problems in children, uşaqlardakı davranış problemləri. Nə ilk 3 cümlədə belə bir şeylə rastlaşıram, nə də ki, mətnin 95%-də belə bir şeylə rastlaşıram. Bu cümlə sadəcə mətnin sonundakı bir cümlədən götürülən spesifik informasiyadır. Orada bizə yüksək səsli musiqiyə qulaq asmağın uşaqların davranışında necə problemlərə yol aça biləcəyini göstərmişdi. Behavioral problems in children, uşaqlardakı davranış problemləri. Baxın, bu düzgün cavab ola bilməz. Qəti şəkildə, okey? Üzərindən xət çəkin. Mən niyə yumruladım onu? Yaxşı, bunlar da yumrulu, yaxşı, maraqlı alır. Davam edirik uşaqlar.
Deməli, sonra növbəti D variantı. Different opinions of philosophers. Filosofların müxtəlif fikirləri. Müəllim, ilk 3 cümlədə bəli, filosofların müxtəlif fikirlərini gördük axı. Bəli, düzdür. Filosofların müxtəlif fikirlərini gördük. Müxtəlif ölkələr də gördük. Elə deyilmi, uşaqlar? Amma mətnin başdan sona qədər, yenə deyirəm, mətni başdan sona qədər ələ almalıyıq, əziz dostlar. Mətnin başdan sona qədər ələ alsaq nə görərik? Mətni başdan sonra ələ alsaq görərik ki, burada hətta musiqinin yəni modern araşdırmalar da götürülür. Təkcə filosoflardan bəhs edilmir. Sonra müxtəlif musiqilərin müxtəlif təsirlərindən bəhs edilir. Yəni sırf filosoflara mətn tam olaraq fokuslanmayıbdır, okey? Çünki filosoflara fokuslanan qismi hara idi? Filosoflara fokuslanan qismi bura idi. The philosophers like Confucius and Aristotle believe that music had both positive and negative effects on human. Buradaydı bir dənə filosofların fikirləri haqqında deyilən ifadə. Amma ümumi götürsək, mətn başdan ayağa filosofların fikri idimi? Xeyr, belə deyildi, əziz dostlar. Ona görə də bu olmayacaqdır. Bu arada, əziz oyun sevən tələbələrim, Expedition 33 adlı bir ilin oyunu olan oyun var. Onun musiqilərinə, yəni söhbət musiqidən söz düşmüşsə mütləq şəkildə qulaq asmanızı məsləhət görürəm. Möhtəşəm şahəsərlərdir həqiqətən də. Bir neçədən də Oscarlar aldı. Hətta sadəcə musiqi sevərsinizsə, oyun sevmirsinizsə, mütləq şəkildə dinləyin. Deməli, Y variantı düzgün variantdır, əziz dostlar. Effects of music on people, insanlara musiqilərin təsiri. Bəli, burada impact-lə görürük bunu. Daha sonra burada behavioral affect-lə görürük. Affect the behavior of society. Cəmiyyətin davranışına təsir edə bilərlə görürük onunla. Effects on human health, insan sağlamlığına təsiri ola biləcəyini göstərdi. The effect of music on people differs. Fərqlənir. Görürsünüz, mətn başdan sona başlayaraq davam eləyibdir. Sırf onun təsirindən uşaqlar gördüyünüz kimi. Sonra burada da heç effect sözünü istifadə etməyə məcbur deyildir. Burada da nə deyir? Is a great way to feel less stress. Daha az sizin stresli hiss etmənizə kömək edə bilər. Gördüyünüz kimi burada da yenə ümumi mətn daha az stresli hiss edə biləcəyinizdən danışır. Yəni ki, yenə də musiqinin təsirindən danışır. Elə deyilmi? Sonra hətta it can also lead behavioral problems in children. Uşaqların davranış problemlərinə gətirib çıxara biləcəyindən danışır. Yenə də musiqinin təsiri barəsindədir. Sonra insanların qulaqlarına zədə vura biləcəyindən danışır yüksək səsli musiqinin, gördüyünüz kimi. Bu da yenə təsir haqqındadır. Yəni demək istədiyim ondan ibarətdir ki, gördüyünüz kimi mətn başdan sona bizdə musiqinin təsirləri haqqında danışır. Müxtəlif alimlərin fikri, müxtəlif insanların fikrində bu barədə özündə ehtiva edir, əziz dostlar. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq deyir, cümləni tamamlayın. Very loud music. Həddindən artıq yüksək musiqi. Very loud, həddindən artıq yüksək musiqi deyir və ondan sonra başlayır bunun 4 dənə variantını verməyə. Biz ilk öncə musiqi haqqında olan ümumi fikirləri deyin. Baxın, burada tələbələrin çalışdığı məqam nədən ibarətdir? Burada həddindən artıq yüksək musiqi deyir. Tələbə isə burada gördüyü variantların ümumi musiqiyə aid olan fikirlərlə üst-üstə düşdüyü üçün deyir ki, aha, deməli ümumi musiqiyə aid olan şeyləri seçməliyəm. Amma sizə həddindən artıq yüksək musiqi deyir. Yəni bu sual necə tərtib olunur, əziz dostlar? İlk olaraq bir dənə cümləni baxıram mən tekstdən, mətndən seçirəm və daha sonra onu rephrase edərək, yəni yenidən öz sözlərimlə deyərək yarımçıq dayandırıram və onun düzgün variantı ola biləcək bir neçə cümləni yan-yana buraya qoyuram, əziz dostlar. Gəlin görəyin həddindən artıq yüksək musiqi harada gəlibdir və yaxud da buna uyğun olan təxmini ifadə harada vardır. Music has negative effects as well. Musiqinin həmçinin mənfi təsirlər də mövcuddur. Very loud music. Loud music ifadəsini gördük. Əsas sözümüz buradadır. Həddindən artıq yüksək musiqi
can damage the brain. Beyinə ziyan vura bilər. Deməli, beyinə ziyan vurması bunun birinci addımıdır. Gəlin görək belə bir şey varmı? Keep memory strong. Ümumiyyətlə, burada bir dənə diqqət edin ki, həddindən artıq musiqinin mənfi təsirləri haqqında, olacağı haqqında burada bizə ifadə verilmişdir. Bu nə deməkdir? Avtomatik olaraq bu o deməkdir ki, siz burada müsbət şeylər deyil, mənfi şeylərə fokuslanmalısınız. Can keep memory strong. Yaddaşı güclü saxlaya bilər. Uşaqlar, nə mətndə yaddaşı güclü saxlaya bilər demişdi. Həddindən artıq yüksək musiqi, nə də ki, bu bir pozitiv effektdir. Çünki paraqraf əgər negativ effektdən danışmağa başlayacağım deyirsə və aşağıda da negativ effektləri sadalayırsa, deməli, yuxarıda gördüyümüz pozitiv effekt bunun negativ effektinə aid olmayacaqdır. İkincidə nədir? Can result in behavioral problems in children. Uşaqlarda davranış problemlərinə gətirib çıxarda bilər. Əziz dostlar, bu var idi. Baxın, burada işarələdiyim kimi uşaqlarda davranış problemlərinə gətirib çıxarda biləcəyi haqqında həddindən artıq musiqinin, hər bir musiqinin deyil, uşaqlar həddindən artıq musiqinin. Burada qeydimiz var idi. Üçüncü nədir? Can hardly lead to health problems. Demək olar ki, sağlamlıq problemlərinə gətirib çıxarmayacaqdır. Burada açar söz hardly. Burada açar söz, əziz dostlar, hardly-dir. Niyə müəllim burada hardly açar sözdür? Çünki uşaqlar, belə bir şey yadda saxlayın. Deməli, hardly, bax, belə bir şey yazıram bura. Hardly, bu arada bunun rəngini dəyişim. Okey, belə eləyək ki, bu A götürsün. Bəli, hardly bərabərdir negativ. Okey, bunu yadda saxlayın. Hardly həmin cümləni avtomatik olaraq negativə salır, əziz dostlar. Ona görə də hardly görürəmsə, deməli, burada gördüyüm cümləni can hardly lead, cannot lead kimi qəbul edəcəyim. Yəni, negativ kimi anlayacağım, əziz dostlar. Okay? Deməli, ona görə də can hardly lead to health problems'in yerinə cannot lead to health problems olaraq götürəcəyik biz burada. Okay? Cannot lead. Deməli, cannot lead olaraq götürürsünüzsə, sağlamlıq problemlərinə səbəb olmaz deyiriksə, biz burada avtomatik olaraq bir neçə dənə cümləni inkar etmiş oluruq. Çünki niyə? Deyir, beyinə zədə vura bilər, eşitmə qabiliyyətini itirməyimizə səbəb ola bilər. Bunlar hamısı sağlamlığa aid olan şeylərdir. Elə deyilmi uşaqlar? Burada isə deyir ki, səbəb ola bilməz deyir. Yox, səbəb ola bilməz, yox, səbəb ola bilər. Deməli, avtomatik olaraq bu səhv fikirdir. Dördüncüdə nədir? Can result in hearing loss. Eşitmənin itirilməsinə gətirib çıxarda bilər. Bəli, dördüncü də düzdür, əziz dostlar. Eşitmənin itirilməsinə gətirib çıxarda bilər. Birincisi, negativ bir fikirdir. İkincisi, mətni oxumağa ehtiyac yoxdur ki, yüksək musiqinin eşitmə qabiliyyətimizin itirilməsinə gətirib çıxardacağını bilək. Üçüncüsü isə, əziz dostlar, burada da buna bənzər bir cümlə demişdi. Loud music can damage the structure of ears. Qulağın strukturuna təsir edə bilər. And cause to lose the ability of hearing. Və eşitmənin itirilməsinə səbəb ola bilər. Ability of hearing. Result in hearing loss. Gördüyünüz kimi eyni fikirdir. Sadəcə fərqli-fərqli rephrase variantları ilə bizə təqdim olunmuşdur. 2-4 deməli bizim düzgün variantımızdır. Yəni, C-ni düzgün variant olaraq götürəcəyik. Which statement is false? Diqqətli olun, uşaqlar. Hər zaman bunu test edərkən də özünüz üzərində işləyin. False-u xüsusi vurğulayın. False nə deməkdir? Səhv fikir deməkdir, əziz dostlar. Deməli, bu fikirlər yuxarıdakı fikirlərin düzgün variantı olacaqdır. Bircə dənə fikir yuxarıdakı fikirin əksi olacaqdır. Gəlin baxalım. Plato mentioned the negative side of music. Plato musiqinin negativ yanını vurğulamışdır, xatırlatmışdır, mention sözü. İndi burada əlbəttə ki, mən də mətni sizlə var-var oxudum, amma bir dəqiqə hal-hazırda belə deyim sizə %100 şəkildə mətni xatırlamıram. Buna görə nə etməliyəm? Platonun dediyi hissəyə geri qayıtmalıyam və orada fikrin mənfi mi, müsbət mi olduğunu araşdırmalıyam. Yəni, mətni geri qayıtmaqdan çəkinməyin heç zaman. Plato, baxın, burada nələri demişdir? Rome used music and sound to improve health. Platon fikir vardır burada. Plato, Cicero and Seneca wanted the government to ban certain harmful music
which may affect the behavior of society. Deməli, bəli, cəmiyyətin davranışına təsir edə biləcək xüsusi musiqilər Plato, Cicero və Seneca tərəfindən, hökumət tərəfindən bunların ban olunması, yəni qadağan olunması təklif edilmişdir, elə deyilmi? Deməli, mənfi cəhətini musiqinin Plato deyibdir, elə deyilmi uşaqlar? Deməli, bu bizim düzgün variantımızdır. Düzgün variantsa bunu biz götürmürük. Çünki bizə nə lazımdır? Bizə false variant lazımdır. Music was used to improve health in ancient Greece. Qədim Yunanistanda musiqi sağlamlığı inkişaf etdirmək üçün istifadə edilmişdir. Gəlin görən belə bir şey var idi, əziz dostlar. Yunanistanın keçdiyi yerə gəlin bir baxağın ilk öncə. Gəlin baxağın. Deməli, nədir? The great masters of ancient India, China, Greece and Rome used music and sound to improve human health. Hindistanın, Çinin, Yunanistanın və Romanın böyük ustaları musiqidən insan sağlamlığını inkişaf etdirmək üçün istifadə etmişdirlər deyir. Aha, qayıdıram bura. Nə deyir? Musiqi neydi? Musiqi istifadə olunmuşdur qədim Yunanistanda sağlamlığı inkişaf etdirmək üçün. Deməli, bu da düzgün ifadədir, əziz dostlar. Bizə nə lazımdır? Səhv ifadə lazımdır, elə deyilmi? C variantı nədir? Confucius believed in the effect of music on human health. Confucius musiqinin insan sağlamlığındakı təsirinə inanırdı. Gəlin Confucius'u axtaraq görək. Bu Confucius qaqamız nə deyibdi? Bir saniyə gözləyin. Aha, burada. The philosophers like Confucius and Aristotle və Confucius kimi filosoflar believe that, inanırdılar ki, musiqi had both positive and negative effects on human health. Həm müsbət, həm də mənfi təsiri vardır insan sağlamlığında. Deməli, insan sağlamlığına ümumi təsiri olduğuna inanırdılar. Deməli, bu da düzgün variantımızdır. Düzgünlər götürülməyəcəkdir, əziz dostlar. D variantına davam edirik. People weren't allowed to music in India. Musiqiyə Hindistanda insanların qulaq asmasına icazə verilmirdi. Gəlin bura baxaq, əziz dostlar, görən belə bir şey var idimi? Deməli, mən baxıram, əziz dostlar, yenə mətnə baxıram. Mətndə nə vardır uşaqlar? Deməli, mən Hindistan olan yeri axtaracağam. Hindistan olan yer buradadır, gördüyünüz kimi. India, deyir ki, the great masters of ancient India, China, Greece and Rome used music and sound to improve human health. İnsan sağlamlığını inkişaf etdirmək üçün istifadə etmişdi. Sonra burada nə demişdik uşaqlar? Demişdik ki, bəzi musiqiləri bəzi alimlər də qadağan edilməsinə hökumət tərəfindən təklif etmişdilər. Amma burada dəqiq hökumət onları qadağan etmişdi deyilən bir anlayış yoxdur. Yəni, əslində mətni ümumi başdan ayağa götürsək, burada hər hansı bir musiqinin hər hansı bir vaxtda qadağan olduğunu deyən heç bir göstəricə yoxdur. Sadəcə bəzi alimlərin onları qadağan etmək barəsində təklifləri barəsində danışılır. Ona görə də bu cavab səhvdir. Bizə nə lazım idi? Səhv lazım idi. Deməli, D variantı bizim səhv və düz variantımızdır. Mətndə səhv, testdə isə düz götürəcəyimiz variantdır. Y variantı ilə davam edirik. Gəlin görək bu niyə düzdür? Research show that, araşdırmalar göstərir ki, music can help people to heal. Musiqi kömək edə bilər insanlara sağalmağa. Gəlin görən araşdırmalar nə deyirdi ki, bəlkə bu ifadə səhvdir, bəlkə biz ulduz tapdıq sualda ki, əlbəttə ki, elə deyildir. Sadəcə sizə göstərməyə çalışıram. Demək, araşdırmalar axtarırıq uşaqlar. The classical pop music, demək, in general listening to music. Deməli, bir saniyə gəlin, baxağın. It can also help to reduce. Deməli, music has been proven, sübut edilmişdir. Research show that, deməli, araşdırma göstərir ki, musiqi insan sağlamlığına təsir göstərə bilər. O, ağrını azalda bilər. It can help to reduce pain, to relieve stress, stresi azalda bilər və yaddaşı daha da gücləndirə bilər. To make memory stronger and heal brain injuries və beyin zədələrini sağalda bilər. Elə deyilmi, əziz dostlar? Deməli, müsbət əməlli başlı təsirlərini burada biz görürük. Hətta yaddaşı gücləndirir, beyin zədələrini
sağaldır və s. və ilə axır. Deməli, avtomatik olaraq biz bunu düzgün variant olaraq qəbul edib testimizin düzgün variantı olaraq götürməyəcəyik. Belə bir şey. Sonra davam edirik. Gəlin görək 4-də nə deyir? 4 deyir ki, choose the correct answer to the question according to the passage. Mətnə uyğun olaraq, baxın bu suallarda ən diqqət etməli olduğunuz məqam nə deməkdir? Sizə görə uyğun olan düzgün cavabı istəmir əziz dostlar. Mətnə görə uyğun olan düzgün cavabı istəyir. Deyir, mətnə uyğun olaraq düzgün cavabı bizim üçün seçin, zəhmət olmasa. How can music affect our health? Musiqi bizim sağlamlığımıza necə təsir edə bilər? Musiqi bizim sağlamlığımıza, mən mətni ümumi oxuduq artıq, bir çox yerini də oxuduq. Həm beyin zədələrini sağalda bilən müsbət təsir kimi də gördük əziz dostlar, həm də qulaqda yəni yüksək musiqi olardısa əgər mənfi təsirini də görürük. Gəlin cavabları oxuyaq görək burada nəyi götürübdür, nəyi ümumilikdə düzgün cavab olaraq götürməyə çalışıbdır. A variantı nədir? Music can reduce the strength of memory. Reduce-a diqqət edirsiniz. Reduce nə deməkdir? Azaltmaqdır. Strength of memory nə deməkdir? Yaddaşın gücünü deməkdir. Tələbələr nə edir? Burada memory görür, nə bilim strength güc, yadımdadır, strong sözünün isim forması idi deyir. Nə bilim burada can görür, amma reduce-a fikir vermir. Reduce azaltmaq deməkdir. Mətin nə demişdi? Mətin əksinə make memory stronger, yaddaşı gücləndirə biləcəyini demişdi. Deməli, avtomatik olaraq bu səhvdir əziz dostlar. Musiqinin təsiri deyildir bu. Sonra davam edək. Music is able to-nu yadda saxlayın. Can olaraq qəbul edin hər zaman. Mouse-la yazdığım üçün belə möhtəşəm xətt alınır. Əziz dostlar, fikir verməyin. Deməli, music is able to cause brain injuries. Beyin zədələrinə gətirib çıxarda bilər. Burada tələbə nə edir? Yenə brain injuries görür, beyin zədələri görür, musiqi görür, nə bilim, is able to. Amma burada diqqət etməli olan açar söz cause-dur. Səbəb olmaq sözüdür əziz dostlar, cause sözü. Amma burada nə demişdi? Beyin zədələrini sağalda bilər demişdi. Səbəb olmur əziz dostlar, əksinə sağaldır. Deməli, düzgün cavab bu deyildir. C variantı nədir? Music is able to, yenə də deyirəm, is able to gördünüz, can olaraq götürün. Can cure kidneys. Deməli, börəkləri deyir, sağalda bilər. Uşaqlar, börəkləri sağaltmaq istəyirsinizsə, Gəncənin bəzi yolları var, qəşəng, gedirsiniz bir dənə 0606 markalı Vaz 21 avtomobillərindən həmin yollarda qəşəng gedirsiniz və inanın ki, börəyinizdə bir dənə də daş qalmayacaqdır. Amma bundan əlavə mətnimizdə belə bir təklif də verilməmişdi. İkincisi isə mətndə əlbəttə ki, belə bir şey yox idi. Yəni nə yox idi? Börəkləri sağalda biləcəyi barəsində heç bir informasiya yox idi. Məncə börək sağaltmaqdan ötərə Chopin'i dinləmək ehtiyacınız yoxdur. Ona görə də C variantını düzgün variant olaraq götürmürük. D variantı nədir? Music can increase blood pressure. Aha, müzikdir qan təzyiqinizi artıra bilər. Nələmə deyim, o zaman TikTokdan uzaq dursun. Deməli, yox. Belə bir şey yox idi uşaqlar. Musiqinin, ümumiyyətlə, qan təzyiqi haqqında olan belə bir informasiya da yox idi mətndə. Nə dəxli var qan təzyiqinizi artırdı? O qan təzyiqim artdı, oradan, nə bilim, rock musiqisinin səsini aşağı elə. Nə bilim, oradan sakit bir musiqi qoy, biraz təzyiqim aşağı düşsün. Yox, xeyr, belə bir şey yox idi uşaqlar. Əlbəttə ki. Sonra Y variantı nədir? Music is able to, yenə deyirəm, is able to nə kimi götürürük? Can kimi götürürük. Music is able to, music can reduce stress. Stressi azalda bilər. Reduce-un yerinə orada relieve stress vermişdi. Yadınızda uşaqlar. Relieve, reduce. Relieve azad etmək mənasındadır, azaltmaq mənasındadır. Buna görə də mən sizə bundan öncəki dərsdə də dediyim kimi sinonimləri çox yaxşı bilmək məcburiyyətindəsiniz uşaqlar. Sinonimlər bizim üçün inanılmaz dərəcədə vacibdir, xüsusilə də mətnlər və dinləmələr işləyərkən. Reduce, relieve ikisi də eyni şeydir, azaltmaq deməkdir. Deməli, Y variantı bizim düzgün variantımız olacaqdır. Açıq suallara keçirik, Allah köməyimiz olsun. Which word from paragraph 2, ilk olaraq paragrafı qeyd edirik, ikinci paragrafdan fits the following definition, növbəti açıqlamağa uyğun gəlir əziz dostlar. To use facts, evidence, etc. to show that something is true. Faktlardan, sübutlardan və s. istifadə etmək ki, hər hansı bir şeyin düzgün olduğunu görəsiniz. Uşaqlar, burada evidence,
facts. Avtomatik olaraq proof sözünə məni aparıb çıxardır uşaqlar. Proof nə deməkdir? Sübut etmək deməkdir. It has been proven. Fikir verin, ikinci paragrafın elə düz başında verilmişdir. Sübut edilmişdir ki, okey, hər hansı bir şeyin düzgün olduğunu göstərmək üçün faktlardan və sübutlardan istifadə etmək elə proof sözünə gətirib çıxardacaqdır. Keçən səfər də dediyim kimi, müəllim, bəs burada biz to prove mu yazaq, yoxsa prove mu yazaq, necə yazaq, bunun önünə bir şey qoyaq mı? Bacardığınız qədər bunun önünə heç nə qoymayın, hətta bunun fail olduğunu bilsəniz belə ki, burada to ilə başlaması bu onun avtomatik olaraq fail olduğunu göstərəcəkdir. Amma yenə də siz yazmayın, birdən işdi qəzadır, siz bunu fail zənn edərsiniz, isim çıxar, isim zənn edərsiniz, fail çıxar, o zaman özünüzü ələ vermiş olacaqsınız, diqqətli olun, belə bir şey yazmayın əziz dostlar, elə prove yazın, geçsin. 6-da nə deyir? Write the close meaning. Close meaning nə deməkdir uşaqlar? Sinonim deməkdir. Buna görə də deyirəm ki, uşaqlar, ümumilikdə sinonimlər, antonimlər lüğətini çox gözəl şəkildə bilməlisiniz. Tələbələrimizlə bunun üzərində biz çox ciddi iş aparırıq, əziz dostlar. Of the word prohibit. Prohibit nə deməkdir? Qadağan etmək deməkdir, uşaqlar. Prohibit sözünün qarşılığı nə ola bilər? Orada ban sözü var idi. Xatırlayırsınız? Deməli, bu da qadağan etmək mənasını verəcəkdir. Yadınızda oyunlar oynayan dostlarım çox yaxşı bilər. Deyirlər, oyundan banlanmaq. Belə bir ifadə vardır. Burada sanki xoruzun banlamasını düşünürlər. Yox, elə banlamaq deyildir. Bu ban almaq deməkdir. Yəni, qadağan olunmaq deməkdir. Okey, uşaqlar, ban sözünə qarşılıq gəldi. Prohibit, ban sinonimlərdir, əziz dostlar. Sonra 7-ci ilə başlayırıq. Burada diqqət edilməsi olan əsas məqam ondan ibarətdir ki, complete the sentence mövzusudur. Mən hər zaman sizə nə demişəm? Complete the sentence mövzusunda biz götürüb özümüzdən sıfırdan cümlə yazmırıq. Verilən fikri ifadə etməyə, verilən fikri qrammatik və leksik cəhətdən tamamlamağa çalışırıq, okey? Qrammatik və leksik cəhətdən tamamlamaq fikrinə çox diqqət edin. Sadəcə leksik cəhətdən tamamlayarsınız, amma burada verilən qrammatikaya uyğun gəlməz. O da özlüyündə düzgün olmamasına gətirib çıxarda bilər. Müəllim, qrammatikasına uyğun gəlməməyi nə deməkdir? Qrammatikasına uyğun gəlməməyi o deməkdir ki, əziz dostlar, məsəl üçün, burada görürsünüz ki, feil qoymalısınız, cümlənin nəzri, müftədasını verib və yaxud da hər hansı bir yerini veribdir. Siz artıq oradan bağlayıcıdan sonra feil qoyaraq davam etməlisiniz, amma siz bunu etmirsiniz, avtomatik olaraq bu səhv hesab ediləcəkdir. Deməli, ona görə də biz burada deməli biz burada fikrə diqqətlə baxmalıyıq. According to the Aristotle görə music had positive and musiqinin həm müsbət, həm də nəyi vardır uşaqlar? Həm də mənfi cəhəti vardır. Elə deyilmi? Bax, fikir verin. Burada siz götürüb cümləni tamamlasaydınız, had positive and desəydiniz, sonra yenə buradan başlayıb bu cümləni yazmağa başlasaydınız, hansı cümlədir? Bircə saniyə. The philosophers like Confucius and Aristotle believe that music had positive and negative effects on human health. Burada durub cümlənin başdan sona yazmağa çalışsaydınız, əlbəttə ki, səhv olacaqdı. Ona görə də biz nə etməliyik? Biz burada avtomatik olaraq başlamalıyıq. Harda cümləni qoyubdu? Oradan. Deməli, burada had dedi, pozitiv dedi, negative effect on human health deyib. Elə deyilmi? Deməli, bu hissədir. Yazmalı olduğumuz bu hissədir. Amma buradan biz 2 dənə şeyi dəyişdirməliyik. Okey, gəlin görək nələri dəyişdirə bilərik. Negativ sözü vardır, mənfi təsir göstərə bilər, bad effect də deyə bilərik uşaqlar. Düzdür, bad tam olaraq negativin qarşılığı deyil və yaxud da daha gözəl ifadəsi deyil, amma yenə də bizim işimizi görür. Bad effect on human health deyibdir. For people yaza bilərəm mən bunun yerinə. Bad effect for people. Deməli, mən bunu belə yazsaydım əgər, deməli, according to the Aristotle, people had positive and bad və yaxud da negativ olsun, yenə də olsun, yaxşı, negative effect, negative influence yazaq gəlin effekti yenə. Gəlin belə eləyəm, mən bunu yazmasam, belə fərqli variantlar deyirəm. Sonra
ən yaxşısının nə olacağını özümüzdə tapa bilmirik. Gəlin belə eləyək. Negativ deyək. Negativ. Affectin yerinə influence. Ona görə də deyirəm ki, lüğətiniz çox yaxşı olmalıdır, əziz dostlar. Lüğət ehtiyatınızı ilin əvvəlindən inkişaf etdirin, sinonim, antonim lüğətlərin üzərində çox işləyin. Negative influence on humans demişdi. Health. İki dənəsini dəyişdirdim mi? Dəyişdirdim. Influence dedim mi? Dedim. Human'ın yerinə people qoydum mu? Qoydum. Deməli, bu oldu nə? Bu oldu bizim düzgün variantımız. Sonra 8 ilə davam edirik əziz dostlar. Answer the question by expressing your own opinion. Öz fikrinizi ifadə edərək suala cavab verin. Which famous singer are you a fan of? Hansı məşhur musiqiçisinin song demir, singer deyir. Diqqətli olun. Siz heyranısınız, mən heç birinin. Amma burada tutaq ki, heç birininsə durub burada, yəni heç birinin heyranı deyiləm. Fisyo deyib burada nöqtə qoyub çıxıb getməyin. Ya bu yerdə yalan söyləmək mübahdır. Siz nə edə bilərsiniz? Deyə bilərsiniz ki, məsəl üçün atıram. Nə deyibdi? Are you fan of? Bunu təsdiqə çevirin. I am a fan of. Kimin tutaq ki ola bilər? Tutaq ki Vivaldi. Yox, Vivaldi musiqiçi yazarıdır. Şey deyil, musiqiçi deyildir. Singer oxuyan kim? Hansını tanıyır? Musiqiçi tanıyıram mı? Tutaq ki, laf yazaq Aygün Kazımova. Aygün Kazımova. Kazimova. Atın geçsin yəni. I like her song. Bax, qısaca. I like her song. I like her songs. Onun musiqilərini sevirəm. Because, çünki they make me feel happy. Onlar məni xoşbəxt hiss etməyimə kömək olur. Deməli, sometimes, bəzən I sing, mən oxuyuram her songs myself. Mən o musiqilərini oxuyuram və s. və ilaxır yox bir toylara da gedirəm belə. Deməli, əziz dostlar, aydındır. Yəni çox da yazmayın. Nə demişik buradakı qaydamız nə idi? Çox yazmırıq. Həddindən artıq çox yazmırıq. Nə edirik? Götürürük bir 3 dənə həqiqətən belə gözəl ola biləcək cümlə, 3 dənə, 4 dənə. Hər ehtimala qarşı bir dənə də 4-cü cümləni də əlavə eləyin ki, hər ehtimala qarşı düz olsun. 4 dənə cümlə əlavə eləyirik və o cümlələr amma tam olaraq gözəl, qəşəng, yaraşıqlı olur, heç bir səhv olmadan olur və bacardığınız qədər yazılışını o qədər də güclü bilmədiyiniz sözlər yerinə, yazılışını demişkən burada bir dənə hərf səhvimiz var, yazılışını o qədər də güclü bilmədiyiniz sözlər yerinə yazılışından 100% əmin olduğunuz sözlər əlavə edin əziz dostlar. Deməli, əziz dostlar, bugünkü dərsimizdə bu qədər. Bu arada Iron Man-i görürsünüz. Bəli, Marvelləri sevirəm. Deməli, gəlin görən başqası varmı? Okey, Planet, bəli, daha ciddi oldu. Deməli, əziz dostlar, bugünkü dərsimizdə bu qədər. Növbəti dərslərimizdə, video dərslərimizdə görüşmək ümidi ilə istəsəniz, aşağıdakı nömrəmlə mənlə əlaqə saxlaya bilərsiniz və bizim demək olar ki, ingilis dilinin bütün sahələrində onlayn tədrisimiz də mövcuddur. Dərslərimizdə biz bacardığımız qədər texnologiyanın bizə verdiyi bütün nemətlərdən maksimum dərəcədə faydalanmağa, dərslərimizin video yazısını almağa və bununla da tələbələrimizə, abituriyentlərimizə və dil öyrənən tələbələrimizə maksimum dərəcədə kömək etməyə çalışırıq. Növbəti video dərslərdə görüşmək ümidi ilə özünüzdə müğayət olun əziz dostlar. See you next time.